Təşkilatı dəstək Bermud Electronics. Halaldır sən. Axır ki dediyimi elədim. Sənə sevindim. Qəbir bu yanda idi? Ya orada. Ha, o yanda. Bilirsən, brat, torpağın üzü soyuq olur. Əvvəl bütün yaxınlar sənin üçün ağlayır, evdəkilər üz gözün cırırlar. Qardaşım, əmin, atom, saqqal saxlayırlar. Ağlamaqdan gözlər şişib, nə 52 boyda olur. Amma bir il keçməmiş, həmin adamlar elə qəhqəhə ilə gülüb danışırlar ki, onda başa düşürsən ki, atalar boş yerə deməyiblər. Vay ölən halına. Belə baxanda düz deyirsən. Doğrudan həyat boş şeydir. Mən Firan evini niyə satdırdım? Bu 5 günlük dünyada 3 gündə olsa adam kimi yaşayım. Cabir, 1-2 min pul lazımdır sənin qəbri düzəltdirməyə. O da mənim boynuma. Pulu götürmüsən? Ha, götürmüşəm. 90 min hamısını? Ha, hamısını. İtirib eləyərsən ha? Hara qoymuşsan? Talib evimizdədir. Çarpayın altına qoymuşam. Ha, yeri yaxşıdır. Talib, bilirsən necədir? Mənə vurmaq istəyirdi. Pula görə? Mən axmaqda fikirləşirdim ki, Firi üçün bir otaqlı ev alaram,
Qalan pulla da səninlə birləşib bir yerdə iş qurarıq. Pul qazanarıq. Sən də məni arxadan vurmaq istəyirsən? Hə? Mən nə bilim, mənə fikirləşirsən. Beynindəyəm sən. Mən elə bildim pulu tək xərcləyəcəksən. Ale! Lap tək xərcləyəcəkdim. Vurmalıydın məni. Hə, vurmalıydın məni. O nədir? O nədir ale? Mənim də pula ehtiyacım var. Al sən məndən pul istədin, sən pul vermədin. Hə, ver, pul vermə. Bundan sonra görərsən. Verməyəcəksən? Sən onu verməyəcəm. Bir manat da verməyəcəm. Verməyəcəksən? Aya verməyəcəm. Arvad şotuna yaşayan... Ay, yaxşı eləyirəm. Əcəb eləyirəm. Bacarsan sən də elə. Sonra? Heç olmasa 5000 ver də. Bal ləzzət eləyir. Baba, kayf Allah. Vurmadım ki. 3000 ver. Hər şeyim var. Həyat mənimdir. Sabah gəlirəm maşını almağa. Gələrsən bir yerdə baxarıq. Hə, de baxarsan. Cəhənnəmə ver. Salam Bədirxan müəllim. Salam. Tanımadınız deyəsən. Yox, tanış gəlmədin. Rəhmətli Məcid müəllim mühafizəçisi olmuşam. Turhan da adım. Hə, xatırladım səni. Məcid müəllimin yanında çox görmüşəm sizi. Atamın dostu idi rəhmətlik. Övladlarından xəbəriniz yoxdur. Yox, haçandı görmürəm. Məcid müəllimin yas məclisində görüşdüyümüzdür. Kiçik oğlu Səyiddən xəbərim yoxdur. Amma o günləri Mənsuru gördüm. Səfil günündə idi. Elə bir milyonçu Məcidin oğlu deyildi heç. Səfil günündə? Tutub əlindən gətirir nevizə. Gör neçə il atası çörək verib sənə. Mənə də deyərdin, əlimdən nə gəlirsə kömək eləyərdim. Nə bilim valla. Onu elə bir vəziyyətdə gördüm. Elə bil ki, itirdim özümü. Soruşdum qaldığı yeri. Dedi ki, bizim kimi ol, tapacaqsan məni. Bizim kimi ol, tapacaqsan məni? Hə, elə dedi. Siz tapa bilərsiniz Mənsuru? Niyə tapmıram? Uşaqlara deyərəm taparlar. Allah kim əviz olsun müəllim. Sənin də. Müəllim, soruşma qayb olmasın. Burada xeyr ola. Hə, təzə köçmüşük. Hə, lap yaxşı, qonşu olduq. Bundan sonra tez-tez üzə gələcək. İnşallah. Mənsur da tapıb səni xəbərləyəcəm. Gözləyəcəm müəllim. Minnətdar olaram. Narahat olma, tapacam. İnşallah. Çox sağ olun Bədirxan müəllim. Sağ ol, sağ-salamat. Yaxşı ol. Narahat olma, əlaqə saxlayacam səndən. İnşallah. Mənə deyir ki, dəyişdirəcəklər. Nəyi dəyişdirəcəklər? Əşi yazdıqlarını. Nə yazdıqlarını? Adam kimi danış görüm nə deyirsən? Əşi, həyəcanlıyam da, ha? Danışamıram. Əmi Bədirxan buna deyib ki, uşaqlar ifadələrini dəyişdirəcəklər. Hansı uşaqlar? Əmi Mənsurun dostları da. Mənsurun dostları baş kaldırıblar mənim əleyhimə? Əmi yox, heç kəs baş qaldırmayıb sənin əleyhibə. Dədə, mən demək istəyirəm ki, biz demək istəyirik ki, Bədirxan bugün mənə dedi ki, Cabirin dostları izahatlarını dəyişəcəklər.
Sənin əleyhinə yazacaqlar. Mənim əleyhimə? Əmi sən neyinə var ki burada sənin əleyhə izahat yazsınlar? Əşi sənin yox, mənim. Sən də bunu özünə dərd eləmisən? Əşi elə belə şeydir bəyəm. Az qalıb gedirəm içəri. Əmin əvəsin necə döydünüz? İt balası kimi. Necə ki Mənsuru döydünüz? Elə də Cabirin dostlarından birini yaxşı döyün. Özünə də deyin ki, o birilərini də başa salsın ki, ağıllı olsunlar. Bir də əziyyət çəkib izahatlarını dəyişməsinlər. Əmi, hər izahatını dəyişən, dünyasının da izahatı ilə bir yerdə dəyişəcək. Dədə, Bədirxan haqqında bir şey fikirləşdən, ha? Yaman yekə başlıq eləyir, Bədirxanı qaldırtdıraram. Təzə tikdirdiyim göydələnin damına. Oradan da üzü quyulu tullatdıraram aşağı. Əti sümüyünə qarışar. Siz mən dediyim eləyin. Mən də öz işimi görəcəm. Kəndimizin fəxri dədəm. Axşamın xeyir olsun. Yatmamışdın ki. Narahat eləmədim. Sizin uşaqlardan biri lazım olacaq mənə. Elə sabaha. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Sağ olun, sağ olun. Gecəniz xeyrə, sağ olun. Bədirxanın məsələsi həll olundu. Həkim dedi, səndən sağollaşım. Harasa gedirsən ki, dəlidir ki sənin həkimin. Qalx gedək. Aparıram səni başqa xəstəxanaya. Qalx da, qalx. Qalx gedirik. Qalx demədim sənə. Qalx. Qalx gülüm mənim. Qalx çiçəyim mənim. Mən bilsəydim ki, o dünyaya gəlməklə səni aparacaq. Mən ondan imtina eləyərdim. Qayıt. Qayıt deyirəm sənə. Qayıt. Yalvarıram, getmə, qayıt. Ölmə qurban olum, ölmə. Ölmə. Mən sənsiz yaşaya bilmərəm. Ölmə. Qurban olum, ölmə.
Sen neynədin axı? Qırdın mənim belimi. Ölmə, qurban olum, ölmə. Ölmə. Yox! Ölmə! Ölmə! Qurban olum, ölmə! Yalvarıram, ölmə! Ölmə! O əvvəl gündən günə arıqladı. Rengi saraldı. Sonra öldü. O benim için bilirsiniz neydi? Bilirsiniz kimiydi? Sakit ol Vətən. Biz səni başa düşürük. Beni başa düşmək üçün benim yerimde olmak lazımdı Mənsur. Benim yerimde. Benim çəkdiklərimi çəkmək lazımdı. Benim yaşadıklarımı yaşamak lazımdı. Ne kadar yüreğimde çəkim bu derdi. Ne kadar. Partlayır axı yüreğim. Yaxşı da Vətən. Bəsdir də. Partlayır axı. Hüseyin, ne kadar ağlamak olar. Ne kadar sarmak olar. Ne kadar. Burada yaşamak yaxşı olsaydı, Cahide mi yaşayardı daha burada? Görürsün, çıktı gitti ailesinin yanına. O gitti. Biz sana gidək. Onun heç olmasa gidecek yer var idi. Vətən, sən bu günü və şükür eləyən adam idin, nə oldu sənə? Bu günə qədər səbir eləmişsən. Biraz da səbri bas. Yaxşı olar. Haçan yaxşı olacaq İslam. Haçan. Onu Allah bilir Vətən. Sən, biz, nə bilirik, nə sabah necə olacaq? Sən ağlamaqla, əziyyət çəkməklə heç nə dəyişə bilməyəcəksən. Səbr elə. Düzələcək. Səbr elə. Düzəlməyəcək günlər. Heç vaxt düzəlməyəcək. Nə uşağım qaydacaq. Nə də həyat yoldaşım.
heç vaxt qayıtmayacaqlar. Heç vaxt. Vətən, yaxşı da, sən onları ürəyində yaşad bəsdir. Elə olar. Qoy o cürdə yaşasınlar. Sən əzab çəkdikcə onlara da əzab verirsən. Ruhları şad olsun. Uzan yat. Siz də yatın. Hamınız yatın. Elə darıxmışam ailəm üçün. Yuxuma da gəlmirlər ki, qucaqlayıb doyuncaq alayım. Alışır, yanıram məhəbbət oduna. Nə olar, bircə an məni sal yadına. Sənsiz mən bir heçəm, qəlbim üzürgəm, üzürgəm. Hər günüm, hər gecəm, hər gecəm bağlıdır adına, adına sevgilim. Gəl seyr edək bağı çəməni, seyr edək ey yar. Gül çiçəyə bürüyüm səni, gəl gedək ey yar. Səndən özgə kimsəm yoxdur gəl, durna kimi bahar vaxtı gəl. Gəl eşqimin əzəl bəxti gəl, gəl sevgilim gəl. Səndən özgə kimsəm yoxdur gəl, durna kimi bahar vaxtı gəl. Gəl eşqimin əzəl bəxti gəl, gəl sevgilim gəl. Gəl eşqimin əzəl bəxti gəl, gəl sevgilim gəl. Gəl eşqimin əzəl bəxti gəl, gəl sevgilim gəl. Yenə gəmiləri batıb dostumun. Ayanla dalaşmısınız yenə? Hə. Axırıncı dəfə dalaşdıq. Nə yaxşı. Daha dalaşmayacaqsınız? Belə getsə ayrılacağıq. Sevgimdən istifadə eləyir. Mən də bəziləri kimi qıza əl qaldıran deyiləm də. Yumşaq xasiyyətli, mərifətli adamam. O da istifadə eləyir. Neyinir ki? İşlədiyi xəstəxanada bir oğlan var. Bir-birlərinə eşqnamə oxuyurlar. Necə yəni bir-birlərinə eşqnamə oxuyurlar? Sən nə danışırsan? Hardan bilirsən? Qız özü deyib. Deyir ki, mən daha səni sevmirəm, onu sevirəm. Bir dəli şeytan deyir ki, tüfür üzünə çevirir get. Əgər doğrudan da elədirsə tüfür. Sən yaxşı olansan, Ramal. Təmiz adamsan. Əgər o sənin kimi təmiz adama qarşı belə eləyibsə, deməli o sənin yanında olmağa layiq deyil. Elə yaxşı tapıblar bir-birlərini. Mən onsuz bacarmaram. Özü də bilir ki, yaşaya bilmərəm onsuz. Elə belə eləyib qudurmuşsan da onu? Oğlanla görüşmüsən? Hə. Getdim danışdım. Nə dedi? Bir-iki dənə çəkəydin də ağzın üstündən. Xəbərdarlıq elədim ona.
Dedim bir də görüşsək. Məndən incimə. Mən sənə məsləhət görərdim ki, ayrılasan qızdan. Əgər belə çox sevirsənsə, onda istəyirsənsə mən oğlanla danışım. Mənim yerimə? Ölmüşəm bəyəm mən. Dostum, sən fikirləşdiyin qədər aciz adam deyiləm mən. Mənim dostum, əgər kiminsə əlindən sahib olduğu nəyisə alırlarsa, deməli acizdir o adam. O ki qaldı sevdiyi qız alırlar. Ya bir dəfəli ged qızın həyatından, ya da qal. Bir də səni belə görsəm, gedib o zibilindən özüm danışacağım. İstəyirsən inci, istəyirsən incimə. Cəhənnəmə inci. Kimə deyirsən zibil? Oğlanı deyirəm. Əgər fikrində də olsa sənə xəyanət eləsə, qıza da aid ola bilər o söz. Üzr istəməyə gəlmişsən? Deyəsən ki, qələt eləmişəm, oxuymuşam, bağışda. Daşa görə deyirsənsə, düz deyirsən. Biraz düz eləmədim. Düz eləmədim yox, Çox böyük qələt elədin. Başını daşdan daşa vurdun. Bilsən neyi düz eləmədim? Nəyi düz eləmədin? Gərək daşı geydirəydin təpənin ortasına. Çox çaqqal uşağımışsan sən. Amma mən sənə pul verəcəkdim. Amma indi sənə bir qəpik də verməyəcəm. Hə. Verməyəcəksən ki. Sən öl verməyəcəm. Verməyəcəksən ki. Sən orada da dedin, burada da deyirəm. Sən öl verməyəcəm. Bir qəpik də verməyəcəm. Qayıdıb mənə demə ki, verməyəcəksən ki. Ala, verməyəcəm. Mən sən öl vurdun. Mən də sən öl vuram ki, aparacam pullarımı. İndi sən ol, mən də mən. Bax, brat, mən də geyirəm. Pul devdədir, atam devdədir. Fikrim mənə gedməsin, ha, qaqaş. Atam mənim yerim olsaydı, qəbristanlıqda əlindən daşı alıb. Söyüşsə söymə. İndi bax da, qaqaş. O atam, o pul. Bu da sən, ged oğurra. Mən getdim. Elə fəxirlə atam deyirsən ki, kim deyə sənin atom? Kariyerdə daş atandı da, atam. Sənin Kamilli kariyerdə daş atan adamdır. Gələm evə pullarını dalayıca, əlinə nə keçdi atar başımı. Çox fərri başım var. Başa düşmədim. Mən mütləq Ramalı sevməliyəm. Mütləq onunla ailə qurmalıyam. Nə oldu? O oğlan çıxana qədər sevirdin Ramalı? Sevirdim. Sevməmiş olum. Başa düşmədim. Dolamısan cəmaatı? Necə yəni sevirdim, sevməmiş olum? Ramal o bu deyil al sən üçün. Üzü çönər. Dünyaya gəlməyi və peşman eləyər səni. İndi hədəliyirsiniz məni? Yox. Hədələmirəm səni. Demək istəyirəm ki, insanların hissləri ilə oynama. Əziyyət verirsən Ramala. Ramal nağa görə qısqanır. Onsuz da Səidə bizim aramızda heç nə yoxdur. Gəl bir olaydı da. Mən robot deyiləm, insanım. Mən elə bilərəm ki, kimisə sevirəm. Amma elə bilərəm ki, sevirəm. Əslində demək ki, sevməmişəm mən. Sadəcə öyrəşmişəm, bağlanmışam,
Elə başa düşmüşəm ki, sevirəm. Bu mənim öz həyatımdır. Öz həyatıma da özgələrin müdaxilə eləməsi mümkün deyil. Düzgün də deyil axı. Bilirsən Ayan, mənim üçün dostumun həyatı maraqlıdır. Sənin yeri və hansı qız olsaydı, mən ondan mütləq görüşüb danışacaqdım. Son sözümü de. Mən son sözümü özünə demişəm. Sizə deməyə məcburamsa, deyim. Yox. Düz deyirsən, məcbur deyirsən. Məni bağışlayın, mən gedim. Get. Allah bağışlasın səni. Deməli oğlanın adı Səyiddir. Onunla da görüşüb danışarıq. Təzə evin mübarəkdir. Bir otaqlıdır. Olmadı ki. Nə bir otaqlı? Evi satmışam, üstünü də düzəldmişəm. Sənin üçün 6 otaqlı ev almışam. Başın xarabdır, əlbəttə bir otaqlıdır. Şəraiti yaxşıdır heç olmasa. Başva yağış yağmayacaq. Bundan arxayın ola bilərsən. İşıq da ki, vaxtı-vaxtında pastayanlı yanır. Amma qonşularda. Fira, bir dənə lampaların patronları xarabdır. Onu da dəyişərsən. Aboyların rulonu da 5-10 manatdır. Hələ ki belə yaşa. Sonra da xırda-xırda dəyişərsən. Mən dəyişərəm. Sən ola-ola mən dəyişməliyəm. Mən sənə görə deyirəm. Nə də olmasa özün yaşayacaqsan. Heç olmasa boylara baxanda ürəyin açılsın da. Necə yıxdın məni? Amma onu dediyim ki, sevinməm. Sən tək deyilsən. Sənin kimləri çoxdur. Elə sənin kimləri də az deyil. Məndə ağıl yoxdur axı. Bu boyda pul verib sənin üçün ev alıram. Evimi satmısan da, mənim pulumdan almısan da bu evi. Səhər tezdən qanımı qaralma da. Götür veşləri qalx evə. Ala. Açarı da vermişəm də sənə. Mən gedirəm. Mən getdim.
Salam xanım. Salam. Siz yəqin ki, həkimsiz. Bəli, həkiməm. Səid adında xəstə var da burada. Bəli, var. Nəsə olub ki? Mən sizə izahat verməyə məcburiyyətində deyiləm, xanım. Çox köbudsuz. Əsas odur ki, siz xanımla incə olasınız. Biz köbud olsaq da olar. Xanım, mən Səidi soruşdum məncə. Tanımırsınız? İndi dərmanlarını içəcək. Uzağı 15 dəqiqəyə həyətə hava almağa çıxacaq. Xanım, mən 15 dəqiqə gözləsəm, siz bizi görüşdürə bilərsiniz? Amma demədiniz nə olub? Şəxsi məsələdir. Məncə siz qarışmayın. Yaxşı, onda gözləyin çağırım. Səid. Nədir Fidan? Bir nəfər gəlib polis formasındadır, səni gözləyir. Mənim heç kəslə problemim yoxdur. Neynir məni? Soruşdum, neynirsiz Səidi? Dedi, şəxsi məsələdir, siz qarışmayın. Nə bilim vallah, Allah bilir kimdir. Gedim görüm nə deyir. Mən də gəlim? Yox. Səid? Səid? Səid sənsən? Bədirxan? Hə, Bədirxanam. Gör neçə ildir görmürəm səni. Atamın yasında görüşdüyümüzdür. Hə, biz beləyik də. Başımız işə gücə necə qarışırsa, dostlarımızı da unuduruq. Nə yaxşı məni tapmaq qərarına gəldin. Birdən-birə yadıma düşdün. Dedim, axtarım görüm neynirsən, necəsən? Gördüyün kimi. Yox, maşallah yaxşısan. Elə axırıncı dəfə gördüyüm kimsən? Sən bizim ailənin xoşbəxt günlərinin şahid olmusan. İndi təsəvvür elə, burada mənə necə çətindir. İstəyirsən aparım səni buradan. Kirayə ev tutum, orada yaşa. Bir nəfərlə də danışaram, sənə qulluq eləyər. Sən bilirsən ki, mən sizin yolunuzu necə gözləmişəm? Hansısa xəstənin yanına adam gələndə bilirsən nələr çəkirdim? Paxıllıq eləmirdim ha. Sevinirdim onların yerinə. Amma öz yerimə, içimdə ağlayırdım. Mənim atam heç kimə qarşı laqeyd olmayıb. Xeyirdən, şərdən də qalmayıb heç vaxt.
Ətrafında olanların heç biri deyə bilməz ki, Məcidin az da olsa yaxşılığı dəyməyib bizə. Bir müddət qapıya baxa-baxa sizin yolunuzu gözləyə-gözləyə yaşadım. Sonra gözümü qapıdan çəkdim. Daha heç kəsi gözləmədim. İndi mənim heç kəsim yoxdur. Nə dostum, nə qardaşım, nə sevgilim, heç kəsim. Seyid. Bəlkə də yeri deyil. Sən Ayan adında adam tanıyırsan? Daha yox. Bir vaxtlar həkimim olub. İndi heç kimdir mənim üçün. Bayaq sən gəldin deyə dərmanlarımı ata bilmədim. Bağışla, mən gedirəm. Ramalı dinən narahat olmasın. Daha narahatçılığa heç bir səbəb yoxdur. Salam Cəlil. Salam. Tanımadın? Yox. Biraz tanış gəlirsiniz, amma yadıma sala bilmirəm hardan tanıyıram sizi. Nə yaxşı. Nə? Heç. Polisdənəm mən. Sizin bu yaxın günlərdə dostunuzu öldürüblər. Yaxın günlərdə deyəndə ki, qırxı çıxıb. Deməli belə. İfadə vermirsən də polisə. Hə, mən də Fərəz də Talib da hadisə necə olubsa elə də yazmışım. Yazmışsınız ki, İsrafil vurub Cabiri. Yox, elə yazmamışıq. Sən əminsən ki, ifadəvi heç vaxt dəyişməyəcəksən? Kim nə bilir ki, sabah başına nə gələcək? Hər şey ola bilər. Sən məndən mütləq idarəyə getməlisən. Niyə? Cabirin anası yenə şikayət eləyib. Şahidlərin ifadəsi təkrar alınmalıdır. Fərəzgil də gələcəklər. Onlar oradadılar. Bir dənə sən qalmısan. Gedək də, qorxan yerim yoxdur ki. Maşınlasız? Hə, gəl. Bura haradır? Tələsmə də görəcəksən. Tələsirsən sən. Düş çatdıq. Bura haradır? Zavoddur. Kərpi düzəldirlər. Korsanı görmüsən aradı. Bəs biz idarəyə getməliydik axı.
Nə var idarədə? Cəmaət oradan qaçır, sən də öz xoşunla ora getmək istəyirsən. Düş. Uşaq. İsrafil. Xanlar, adımı bu qoyub. Ona görə də adımdan çağırır. Bağışlayın İsrafil müəllim. Bədirxan deyir ki, Cabirin dostları ifadələrini dəyişəcəklər. Mən də səni göndərəcəm içəri. Düz deyir Bədirxan. Bədirxan kimdir? İfadəvi kim alıb? Cavid müəllim. Yəni, ifadəni dəyişmək ehtimalın var? İfadəmi dəyişsəm heç mənim üçün də yaxşı olmaz. Adama deyərlər dolamısan bizi. O gün başqa söz deyirdin, bu gün başqa söz deyirsən. Amma mən səndən bayaq soruşanda ki, əminsən ki, ifadəni dəyişməyəcəksən. Sən nə dedin, yadıma gəlir? Dedin ki, kim nə bilir sabah başına nə gələcək? Hər şey ola bilər. Elə dedi, xanlar. Sən öl elə dedi. Sən öl, dediyim kimi cavab verdi. Xanlar, onda niyə gözləyirik? Hə, Röşən? Əfqan, bu qədər səbirlisən? Yox, İsrafil. Səbirsizəm. Süzüp nemli gözlerini, gitti sildi izlerini, çekip benden ellerini, dönüp gitti. Gördüm hayatın yüzlerini, gece etti gündüzlerini, deyip sonuncu sözlerini, çıkıp gitti. Unuttum onun anlarını, günlerimi, aylarımı, hayat kırdı dizlerimi, sınıp gitti. Alıp hoşbaht illerimi, sevinç benden çölüp gitti. Ömür bitti, sonum gitti. Unuttum o hoş anlarımı, günlerimi, aylarımı, hayat kırdı dizlerimi, sınıp gitti. Alıp hoşbaht illerimi, sevinç benden çölüp gitti. Ömür bitti, sonum yetti.